Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz həyat bilgisi 1-ci sinif, dərs 5 olacaq. Deməli, canlılar və cansızlar. Təbiətdə çoxlu canlı və cansız varlıqlar mövcuddur. Bizdən soruşur ki, şəkildə gördükləriniz haqqında danışın. Şəkildə gördüklərimizi gəlin danışaq. Deməli, günəş, meşə, meşədə olan ağaclar, otlar, belə bir çay axır. Çayın üzərində balaca bir körpü var. Körpünün sağ hissəsində iki dovşan yanaşı durub. Körpünün digər hissəsində iki göbələk var. Körpünün sağ hissəsində iki ceyran otlayır. İndi keçək körpünün sol tərəfinə. Körpünün sol tərəfində çadır var, ağac var. Ağacın üzərində bayquş var. Bayquşun Bayquşdan sonra bir sincab mövcuddur. Sol tərəfində 3 ədəd göbələk var yenə. Sonra uşaqlar 2 nəfər uşaq var və onların yanında bir səbət var. Deməli, burada bunları haqqında dedik. Bunlar nədir? İndi buradan cansızlar hansıdır uşaqlar? Canlılar deyim, qalanları cansız olacaq. Canlılar 2 ceyran, 2 ədəd dovşan, bir sincab, bir bayquş və 2 nəfər deməli bir qız, bir oğlandır. Bunlar canlıdır. Qalanları çadırdır. Bir də bayquşdur. Deməli bir də qalanları isə ağac, kolluq, sonra deməli çaydır, çadırdır və s. Bunlar isə artıq olur cansız varlıqlar. Amma onu da qeyd edeyim ki, əslində bitkilər canlılar aləminə sövq olunurlar. Yəni əslində canlı hesab olunurlar bitkilər. Yəni ağac və kolluqlar burada əslində göbələklər burada əslində canlılar aləminə aiddir. Keçid alaq digər hissəyə. Şəkildəki canlıları işarələyin, onların canlı olduqlarını nədən bildiniz? Ay nədir? Canlıdırmı? Xeyr, canlı deyil, cansızdır. Toyuq canlıdırmı? Bəli. Hərəkət edə bilən, nəfəs ala bilən və ən azından belə deyim, müəyyən quruluş vahidinə malik olub və şüurlu da deməyim, ən azından insan şüurlu varlıqdır. Öz hissləri ilə hərəkət edə bilən varlıqlar canlılar hesab olunur. Orada var odun. Odun canlıdırmı? Xeyr, cansız varlıqdır. Əgər ağac olsaydı canlı olacaqdı. Çünki o artıq quruyub və heç bir xüsusiyyətə sahib deyil. Sonra canlı var, inək. İnək canlıdırmı? Bəli. Oğlan var, yəni bir insan var. O canlıdırmı? Bəli. Ayılar bir-birindən nə ilə fərqlənirlər? Aşağıda uşaqlar. Ona görə fərqlənirlər ki, birincisi canlı ayıdır. Canlı ayıdır. Bu canlı ayı yemək yeyir, su içir, hətta ətrafda tək başına hərəkət edə bilir. O digər ayı isə oyuncaq ayıdır. Oyuncaq ayı nə edir bəs? Heç bir xüsusiyyətə malik deyil və öz başına heç bir iradəyə sahib deyil. Yəni ancaq insan vasitəsilə o hərəkət etdirilə bilər. Güllərə baxaq. Güllərin biri digərlərindən fərqlənir. Biri dibçəkdə olan güldür uşaqlar. Bu artıq öz başına boyartma, yəni böyümə xüsusiyyətinə sahibdir. Torpaqdan bir ingredientlər götürür, özünü inkişaf elətdirir, su içir və s. və s. Bu deməli bu birinci gülün xüsusiyyətidir. İkinci gül isə artıq yerindən qopardılıb və artıq cansız varlığa gətirilib. Çünki onun artıq hər hansı bir böyüməyə, boyartma kimi bir xüsusiyyəti yoxdur. Sonra uşaqlar, deməli keçək, gəlin müşahidə edək hissəsi var. Təbiətdə gördüyünüz canlı və cansız varlıqları müşahidə edin, sonra da rəsmlərini çəkin. Bunu eləyə bilərsiniz uşaqlar, amma mənim hal-hazırda şəkil çəkəcək bir imkanım yoxdur. Çünki burada siz yarım saatlıq bağa bağçaya gedərsiniz. Təbii ki, əgər belə bir mühitiniz varsa. Orada olan hər hansı bir canlıların ağac olsun, bitki olsun, gül olsun,
quş olsun, fərqi yoxdur. Hər hansı bir canlının şəklini çəkib özünüz üçün əylənə bilərsiniz. Təbiətdə gördükləriniz bəziləri canlıdır. Onlar qidalanır, tənəffüs edir, çoxalır. Bəzi varlıqlar isə canlı deyil. Deməli, canlıları cansızlardan fərqləndirən cəhət qidalanır, tənəffüs edir, çoxalır və eyni zamanda tək başına iradəyə malikdir və onlar hərəkət edə bilirlər. Belə uşaqlar, ümid edirəm bəyənmiş olarsınız. Gələn dərslərdə görüşməyi ümid edirəm. Özünüzdə müğayət olun. Hələlik.